görək çempionatda rəqib üzərində qazandığı 2 qələbədən sonra Zirə Kubok maçında, cavab maçında da ona sərfli nəticəni əldə edə biləcəkmi? Start səslənir və beləliklə Zirə Sumqayıt maçı başladı. Bizon Azərbaycan Kuboku 4-1 finalın cavab qarşılaşması. Ravalinqom ötürmə qapı qarşısında keçmədi Qismət Alıyevdən top. Hakim görüşü saxladı burada. Baxaq episodun təkrarına, burada nə baş verdi, daha dəqiq görək. Əllə oyun, bəli, burada əllə oyun. Və bax budur, top Səbuhi Abdullazadənin əlinə dəymişdi. Gomis qarşısı boşaltıb zərbə endirmək istəyir. Gomis cərimə meydançası daxil oldu və hakim nə deyir? Hakim deyir ki, heç nə, qapıdan zərbə. Burada sanki ayağa bir baxaq, sanki burada Abdülraşid Mumininin bir ayaqla rəqibin hərəkətdən gəliyən bir təması oldu sanki. Baxaq, bəlkə bu rakursan daha dəqiq görəcəyik. Bax budur Mumininin, bax bu təması işarədir və heç şey yoxdur deyir hakim. Elçin Məsiyev geri oynuyor Qismət Aliyev. Qismət növbəti ötürmə qapı qarşısına zərbə və gol! 27-ci dəqiqənin tamamında. Geri Papunaşvilidən və Qismət Aliyevin ötürməsindən sonra havada süzən Volkov dəqiq baş dərbəsi ilə hesabı açır. Höccət Akverdi gecikdi. Qapçıya heç bir şans vermir Volkov bu zərbə ilə. Və beləcə Zirə hesabda. Əvvəlcə burada bir qarşılıq var. Beskovrovanay Zirədə 11'lik ucurdu. Thiago Silva, Qismət Aliyev, İsmail İbrahimli, Rövlan Muradov, Ruan Renato, Enrique Custodio, David Volkov, Georgi Papunaşvili, Anja Mutsinzi, Martin Junior, Ayron Gomis. Papunaşvili, daha bir hücum. Martin Junior, cərimə meydançasına daxil oldu. Martin Junior zərbə dəndirir, amma top rəqibə dəyir istiqamətində. Əl bədənə bitişi idi. Yəni, bax, bu epizodda əlini yanına yığmışdı Höccət Ak. Anlayışını rahatlıqla işlədə bilirik. Ötürmə gəldi qapı qarşısına. Qarışıqlıq var, amma top qapıdan keçmədi. Ninkoviç və Badalodan sonra Senhacı da meydana daxil oldu. Az əvvəlki epizodun təkrarına baxırıq. Hansı ki, Zirə fərqlənməyə çox yaxın oldu. Ruan Renato. Beskovrovanay özü getdi, qarşıda bir boşluq gördü. Beskovrovanay qapıya baxır, zərbə endirir, amma Thiago Silva yerindədir. Fit verildi. Qismət zərbə endirir, dəqiq deyil. Baxırıq bir daha. Resende'dən qapı qarşısına. Zərbə endirməyə imkan vermirlər. İndi zərbə endirmək olar mı? Var zərbə, qapıcı Thiago Silva. Qüvvətli olmayan, amma hiləgər bir zərbə endirmişdi. İtirmədi. Volkova qarşı kobudluq. Sarı vərəqə. Birbaşa qırmızı vərəqə çıxdı. Baxaq. Açıq ayaqla baldıra. Və Elçin Məsiyev kapitan sarğısı Mehdi Cənnətovun qolunda olduğu üçün müəyyənləşdirilən hakimlə diyaloqa girən indi Enrique'dən qapı qarşıda zərbə indirilir və gol! 88-ci dəqiqə Ceyhun Nuriyev. Enrique Custodio gördü komanda yoldaşını, tamamilə nəzarətsiz qalmışdı burada Ceyhun Nuriyev və ötürmədəki dəqiqlik gözəlliyi qədər də elə Ceyhun eyni gözəlliklə, eyni dəqiqliklə topu qapıya göndərməli hesabı 2-0 edər. Mehdi Cənnətov. Bir daha baxaq, az əvvəlki epizodun təkrarına bax. Burada Mehdi Cənnətov cəhdlilə də olsa üçüncü qolu vurmaq olar mı? Eren cərimə meydançasında. Eren
Dayandı. Eren bu dəfə qapçı Mehdi Cənnətov 3-cü qola yenə imkan vermir. Eren Aydın fərqləməyə yaxın oldu. Baxırıq. Yaxşı allatdı burada. Höcət Haqverdini, amma qapçı da burada məsafəni zamanında daraltdı. Bunu da qeyd edək. Və hesabın dəyişməyinə imkan vermir. Və Zirə yarım finala vəsiqə qazanmaq üzrədir və qazandı. Final səslənir, bitdi bu maç. Zirə Sumqayıtı 2-0 hesabı ilə məğlub edir. Volkovun və Ceyhun Nuriyevin, David Volkov və Ceyhun Nuriyev fərqləndirir bu görüşdə.